Testosteronu kişilər necə artıra bilər? Hansı həyat tərzi dəyişikliklərindən bu mümkündür? Erkən boşalma ilə birbaşa əlaqəsi yoxdur. Onu mən yanaşı təsir kimi həmişə izah edirəm. Cəmiyyətdə belə bir formalaşan fikir var ki, mənim testosteronum çoxdur və bu çox yaxşı bir şeydir. Ya haya özü fəaliyyət göstərmək istəmir, ya da beynində yerləşən hipofiz vəzidən hormonlar start verilmədi. Testosteron səviyyəsinin aşağı olması hansı cinsi funksiyalara təsir edir? Məsələn, sərtləşmə problemi və yaxud da erkən boşalma kimi problemlərə yol aça bilərmi? Valideynə desələr ki, qız uşağına hansısa bir cinsi virusun qarşısını alan bir dərman vurmaq lazımdır. Dərhal belə bir söz deyəcək ki, toy qabağı nə lazımdır eləyərək, indi onun nə işi var, ümumiyyətcə nə fikirləşməlidir, ümumiyyətcə bilməməlidir bu mövzulardan. Salam. Sağlıq saatına baxırsınızsa saata baxmağa ehtiyac yoxdur. Çünki sağlam həyatın zamanla yarışı bitməz. Biz də bu zamana sizin sağlamlığınız fonunda dəyər qatırıq. Sağlıq saatının bugünkü qonağı uroloq-androloq Cavid Aşırovdur. Salam Cavid doktor. Salam aleyküm. Necəsiz? Çox sağ olun, siz necəsiz? Çox sağ olun. Necə gedir işlər? Çox sağ olun. Çox təşəkkürlər sizə. Məni dəvət eləmisiniz. Çox aktual mövzuları mənə söylədiniz sizlə danışmağa. Buyurun. İlk sualım ondan ibarətdir ki, ümumiyyətlə Azərbaycan cəmiyyətində Azərbaycan kişisinin ümumiyyətlə ən böyük cinsi problemləri, androloji problemləri hansılardır? Ən çox yanınızda pasientlər hansı mövzularla üst tutub yaxınlaşırlar? Və həmçinin bir də belə bir mövzu var ki, ümumiyyətlə Azərbaycan kişisi androloji müayinələrdən biraz çəkinir. Mən güclüyəm, mən zəif deyiləm, mən cins orqanımı gedib heç kimin yanında açıb göstərə bilmərəm kimi bəzi stereotiplər, gec diaqnozlar insanları artıq gedir, çıxardır səhv yollara və artıq başqa daha da belə dərin olan problemlərə gətirib çıxarır. Ümumi olaraq sualım ondan ibarətdir ki, dediyim kimi ən çox pasientlər yanınıza hansı problemlərə yaxınlaşır və sizcə hal-hazırda Azərbaycan cəmiyyətində kişilər androloji müayinələrə getməkdən çəkinir, yoxsa artıq bu stereotiplər yığışdırılıb? Çox aktual sualdır. İlk olaraq demək istəyirəm ki, andrologiya urologiyanın bir qoludur. Kişi həm cinsi problemlər, həm sonsuzluq problemləri, həm kişi cinsiyyət orqanların iltihabı, infeksion xəstəliklər andrologiya sahəsindədir, androloqlar məşğul olur. Ancaq androloq kimi ayrı peşəmiz yoxdur, ixtisasımız yoxdur, sadəcə urologiyanın bir qoludur. Ən çox həmişəki kimi kişilər həm uşaq planlama problemləri ilə, sonsuzluq problemləri ilə, prostatda müəyyən xəstəliklərlə, ereksiya ilə bağlı cinsi fəaliyyətin azalması ilə, erkən boşalma ilə bağlı müraciət edirlər. Son zamanlar həm infeksiyalar, həm digər viruslar və onların fəsadları artıb. Daha çox bu vəziyyətlərlə, şikayətlərlə, xəstəliklərlə müraciət edirlər. Bəs son dövrlərdə dediyim kimi kişilərin androloji müayinələrə gəlməsi, yəni keçmiş dövrlərə nəzərən hal-hazırda bu mövzularda inkişaf varmı? Yəni artıq çəkinməyib sizin yanınıza gələ bilirlərmi, yoxsa necə? Bəli, tendensiya müsbət xarakteri daşıyır. Sadəcə onu demək istəyirəm ki, kişilər qadınlardan həmişə həm check-uplara az gəlirdilər, həm də bir konkret xəstəlik, şikayətlər, simptomlar olanda qadınlardan daha gec müraciət edirlər tibb ocaqlara. Onların bir neçə səbəbi var. İlkin səbəb kişilər diaqnozu eşitmək istəmirlər. Bir pis diaqnoz, bir xoşa gəlməz atlar çəkinir həkim tərəfindən. Kişilər ondan haradasa qorxurlar, ehtiyat edirlər, özünü həmişə sağlam hiss eləmək istəyirlər. Sadəcə təəssüf müəyyən fəsadlaşmış vəziyyətlərdə artıq köməyi də tam normal eləyə bilmirik, gec olur və o zaman bu diaqnoz daha ağır gəlir onların eşitməyinə. İkinci məqam odur ki, kişilər ümumiyyətcə tək bizdə yox, dünyada həm tibbi problemləri, həm digər problemləri daha çox daxilində yaşayırlar, daxilində fikirləşirlər, çox vaxtı açıqlamırlar, o qədər məsləhətləşmirlər. Üçüncü də biz Qafqaz kişilərik, müsəlmançılıq tərəfləri də var, ayıb sayırlar, illərlə qoyulmuş mental nüanslar var, açıq eləmək istəmir öz problemləri həm digər dost tərəfinə, həm
həkim tərəfindən. Ona görə ki, bu cinsi problemlər biraz intim xarakteri daşıyır. Bəs Azərbaycanda ümumiyyətlə bu bəzi cinsi xəstəliklərdən qorunmaq üçün peyvəndlər var ki, ümumiyyətlə dünya ölkələrinin inkişaf etmiş ölkələrdə bir çoxunda, ABŞ-da, Yeni Zelandiyada, İsveçdə, ümumiyyətlə Avropanın bir çox ölkəsində artıq uşaqların müəyyən bir yeniyetməli yaşına çatdıqda, deyək ki 12-13 yaşına falan çatdıqda artıq məcburi yox da daha çox könüllü xarakter daşıyır, amma bir çox valideynlər həmin cəmiyyətlərdə heç də bu mövzulardan çəkinməyərək həqiqətən də öz övladlarını bu peyvəndləri etməsini zəruri görürlər ki, gələcəkdə hansı bir problemlərlə qarşılaşmasınlar. Bu peyvəndlər ən çox insan papilloma əleyhinə olan, QİÇS əleyhinə olan peyvəndlərdir ki, bu peyvəndlərdən istifadə gələcəkdə onları müəyyən cinsi infeksiyalardan və xroniki cinsi xəstəliklərdən qoruyur. Azərbaycan cəmiyyəti bu mövzuya heç də müsbət yanaşmır. Valideynlərdə bir qorxu var ki, yəni mənim övladımda onsuz da bu xəstəlik yoxdur, mən niyə girim peyvənd elətdirim, amma onsuz da yəni peyvənd sözünün mənası ondadır ki, öncədən ona qarşı bir mübarizə, ona qarşı bir profilaktik tədbirdir ki, qarşıda bu xəstəlik gəlib sizin uşağınıza çıxmasın. Dediyim kimi, bu inkişaf etmiş cəmiyyətlərdə bu mövzu aktualdır. Demək olar ki, ölkədə hətta Gardasil 9, hansı ki, insan papilloma virusuna qarşı olan antivirus, yəni peyvənd, Gardasil 9 ölkədə araşdırdıqda 1-2 klinikada cəmi var ya da yoxdur. Deməli, bu da o deməkdir ki, cəmiyyət buna ehtiyac duymur. Digər qızılca əleyhinə, südçəyə kimi xəstəliklər əleyhinə peyvəndlər çox normal qarşılanır. Amma cinsi mövzularda olan bu peyvəndlərə heç də insanlar hələ də isti baxa bilmirlər. Sizin bu mövzuda yanaşmanız necədir? Sizcə bu peyvəndlər uşaqlara hansı yaşlarından edilməlidir və ümumiyyətlə edilməlidirmi? Yoxsa heç ehtiyac yoxdur? İnkişaf etmiş ölkələrdə son illər bu tendensiya geniş gedir. Həmən o riskli, qorxulu viruslardan vaksinlər aparılır. Əlbəttə ki, ondan əvvəl təbliğat aparır. Həm valideynlərlə, həm institutlarda, həm məktəblərdə müəyyən onunla məşğul olan insanlar var. Əlbəttə ki, hamısı könüllüdür. Sadəcə burada bütün tibbin nüansları izah olunur. Gələcəkdə ola bilən fəsadlar, ağır xəstəliklər barəsində bütün məlumat verilir və əlbəttə ki, valideynlər son qərar almalıdırlar ki, uşaqlara müəyyən vaksinlər vurulsun. Bəli, Gardasil 2 növü var. Mən sırf papilloma virusun vaksinasiyasından danışıram. Və bir peyvənd də var, 2 növ papilloma virusunun qarşısı alan 16-18. Ümumiyyətcə, əgər biz toxunduq papilloma viruslardan, söyləmək lazımdır ki, onların 100 növdən çox növləri var. Ən qorxulu sayılan 16-18 və onunla yanaşı 11, 13, 6, 52 növlər kimi var və siz söylədiyiniz Gardasil 9 onların çoxsunu əhatə eləyir. Sadəcə həm Rusiyada, həm bizdə 9-lu peyvənd geniş yayılmayıbdır, həm də tam sertifikasiyadan keçməmişdi. Ona görə məcburi 4 növdən istifadə edirik. Qaldı ki, bizim ölkədə burada həm müəyyən hüquqi hələ ki nüanslar var, həm maliyyə problemləri var. Ona görə ki, müəyyən pediatriyada geniş istifadə olan vaksinlər, onlar həm Sovet vaxtından, həm son 10 illərdə geniş istifadə olunur bizim ölkədə və artıq bu oturuşubdur. Ondan yanaşı yenə də bir misal çəkmək istəyirəm. Əgər xarici ölkədə 13-15 yaş arası qız uşağına onun valideynlə təklif olunur ki, bir peyvənd vurulsun, onlar sakit bunu qarşılayırlar, müzakirə edirlər, fikirləşirir və qərarını verirlər. Sadəcə bizim cəmiyyətdə uzun illər bu tərbiyəni alan, mental xüsusiyyətləri olan valideynə desələr ki, qız uşağına hansısa bir cinsi virusunun qarşısını alan bir dərman vurmaq lazımdır. Bu normal qəbul olunmur hələ ki. Ona görə ki, dərhal belə bir söz deyəcək ki, toy qabağı nə lazımdır eləyərək, indi onun nə işi var, ümumiyyətcə, nə fikirləşməlidir, ümumiyyətcə bilməməlidir bu mövzulardan, kənarda dayanmalıdır, yeri vaxtı gələndə biz özümüz məşğul olarıq. Doktor, istəyirəm biraz da kişilik hormonu olan testosterondan danışaq. Çünki insanlar müəyyən artıq yaş dönəmində bu testosteron adı ilə tanış olurlar və bunun nə olduğu ilə bağlı elə də çox məlumatlar olmur. Sual vermək istəyirəm ki, biz hardan başa düşə bilərik ki, ümumiyyətlə testosteronumuz aşağıdır və aşağı testosteron səviyyəsi hansı simptomlarla özünü biruzə verir və hansı problemlərə yol aça bilir? Testosteron androgen qrupuna aid olan hormondur və androgenlər kişilərdə həm cinsi funksiyasını yerinə yetirirlər, həm də əzələ kütləsi, ümumi cumraqlıq,
həm kişinin əhvalı xoş saxlamaq üçün mütləq vacib olan qarmonlardan biridir. Testosteron 95% kişinin xayasından ifraz olunur, 5% da böyrək üstü vəzlərdən. Düzdür, bu qısaca toxundum, bu məlumatlar ayrı mövzudur. Testosteronun funksiyası nə vaxt zəif olanda kişi hiss eləyə bilər? Həm libidonun azalmasında, həm ümumi bədəndə yumraqlıq hissi azalanda, yorğunluq, əhval-ruhiyyanın tez-tez dəyişməsi, halsız olması, ereksiyanın birbaşa zəif olması. Bunlar hamısı testosteron azlığına aid olan şikayətlərdir. Əlbəttə ki, bu şikayətlər hiss olunanda müəyyən analizlər aparılır. Testosteron həm ümumi, həm sərbəst fraksiyası yoxlanılır. Ona təsir edən digər qarmonlar həm prolaktin, həm cinsi hormonları birləşdirən qlobulin və digər fermentlər, faktorlar yoxlanıla bilər. Bəs doktor, yaxşı, deyək ki, bir pasiyentin testosteron səviyyəsi aşağı çıxdı, hələ gənc yaşlarında. Bunun qarşısını hansı üsullarla almaq mümkündür? Əlbəttə ki, burada artıq mövzu gedir tibbi yanaşmalar, hələ ki, həyat tərzi falan, onu ikinci hissədə danışarıq. Yəni, hansı tipdə hal-hazırda terapiyalar və yaxud da müəyyən bir flasterlar, kremlər və yaxud da implantlar mövcuddurmu ki, testosteron səviyyəsini qaldırsın? Təbii, bunlar hamısı mövcuddur. İlk olaraq onun aşağı salmaq səbəbini araşdırmaq lazımdır. Testosteron az olanda tibbi dilində gipogonadizm deyilir. Gipogonadizm həm anadan gəlmə vəziyyət kimi dəyərləndirə bilər. İlk olaraq bu xayalar tam inkişaf eləməyib, ya da beyinlə bağlı müəyyən problemlər var. Gipogonadizmin həm gipogonadotrop, həm hipergonadotrop variantları var. O nə deməkdir? Ya xaya özü fəaliyyət göstərmək istəmir, ya da beynində yerləşən hipofiz vəzidən hormonlar start verilmədi. Ola bilər bu insanın xayalarda ciddi problem var, artıq testosteron birbaşa özü vurulmalıdır. Əgər digər problemlər var, onlar araşdırılıb üstünə düşmək lazımdır. Yaşla bağlı testosteron azalmasında əlbəttə ki, testosteron birbaşa vurulmalıdır. Testosteron həm gel formasında var, həm inyeksiya formasında var, tablet formasında da testosteron preparatları var. Ondan sonra plasterlər var, sadəcə bizdə onlar həm registrasiyadan keçməyiblər, həm də istifadə olunmur. Ondan sonra testosteron depo iynələri var. Həm uzun müddətli testosteron yağlar olur, həm də depolanma üçün vasitələr olur. Bəs bu preparatların hər hansısa bir yan təsirləri və ya fəsadları varmı? Çünki normalda insan bədənində ifraz olunan bu hormonu digər qıraqdan olan hansısa bir preparatla onu tetikləyirsən ki, ifraz olunsun. Düşünürəm ki, yəqin insanın bədənində hər hansısa bir digər prosedurlar gedir ki, o testosteron hormonu ifraz olunur və bəs bu, məsələn, sadaladığımız enjeksiyon iynələr olsun, plasterlar olsun və yaxud da digər implant falan, yəni bu preparatlar və vasitələr olsun ki, bunların hansısa yan təsirləri həmən olmasa da gələcək yaş dövrlərində üzə çıxırmı? Təbii, əgər testosteron aşağı düşübsə, onu yaradan hansısa faktor varsa o araşdırmalıdır və ondan yanaşı kompleks müalicə olmalıdır. Testosteron normadan çox yuxarı olanda, məsəl üçün bir idmançılar da istifadə edə bilir, normadan qat-qat yuxarı qaldırırlar öz testosteron səviyyəsi. Burada həm dərdə müəyyən problemlər olur, həm ürək-damar sistemində də müəyyən xəstəliklər baş verə bilər. Ondan başqa çox vacib məsələ uşaq planlanma. Əgər insan hələ ki uşaq planlaşdırmamış, uşaq olmadan testosteron çox böyük miqdarla istifadə edir, onda reproduktiv funksiyada müəyyən azalmalar ola bilər. Onu qabaqcadan mütləq həkimlə, bununla məşğul olan insanlarla danışmaq, dəyərləndirmək lazımdır. Əlbəttə ki, hər hansısa bir testosteron ya idman üçün, ya terapevtik məqsəd üçün istifadə edəndə ümumi hormonlar, ümumi bədəndə hansısa digər bir böyrək üstü vəzdə, hipofizdə, xayalarda olan xəstəliklər araşdırmalıdır və mütləq reproduktiv potensial dəyərləndirməlidir. Əlbəttə ki, həm saç tökülmə baş verə bilər müəyyən testosteron səviyyəsini aşıranda. Testosteron əgər yaşla azalıbsa, burada çox böyük dozalar istifadə olunması məsləhət deyil. Sadəcə testosteron daimi öz orta normalda saxlamaq lazımdır. Məsəl üçün, bu insan əgər əvvəlcədən özünlə məşğul olurdu, öz testosteron səviyyəsi bilir, ortalama səviyyədədir,
Bu iynələr həm 2-3 həftədən bir istifadə oluna bilər, həm də belə vasitələr var 3 aydan bir dəfə istifadə oluna bilər. Düzdür, birinci başlamaq olar qısa müddətli testosteron vasitələrlə. Mazlar, tabletkalar, onlar bir günlük hətta təsiri saxlaya bilir. Sadəcə biz nə məqsədlə eləyirik? Fəsadların tez bilməsi üçün və terapiyanı tez kəsilməsi üçün. Ondan sonra bunlar araşdırandan sonra uzun müddətli müalicə keçə bilirik. Bəs doktor, bu tibbi əlbəttə ki, bu prosedurlar, tibbi preparatlar idi. Bəs müəyyən, belə deyim, təbii olaraq, təbii yollarla testosteronu kişilər necə artıra bilər? Hansı həyat tərzi dəyişikliklərindən bu mümkündür? Əlbəttə ki, özünə tam baxmayan, həyat rejimi normal olmayan, yuxu rejimindən tutmuş, qidalanma, fiziki aktivlik, fikir verməyən kişilərdə bu terapiya uzun müddətli effekt verməyəcək, həm də digər fəsadlara daha çox verəcək. İlk olaraq pasientlər həm zərərli vərdişlərdən uzaq olmalıdırlar. Ona görə ki, bunlar da çox təsir eləyir. Mən demirəm narkotik vasitələrdən, siqaret və spirtli siqaret, alkoqol. İllər keçdikcə onlar təsir eləyəcək. Onsuz biz bilirik ki, 35 yaşdan sonra testosteron hər il 1% düşəcək. Əgər bu testosteron ilkin olaraq çox yüksək səviyyədə olmamışdır və pasient həyat tərzini tam düzgün aparmır, həm artıq çəkisi var, həm zərərli vərdişlər var, həm onun bu terapiyaya gəlməsi çox tez olacaq, həm də onun effekti tam olmayacaq. Əlbəttə ki, siz deyən kimi həyat tərzinə mütləq vermək lazımdır, fikir vermək lazımdır. Həm fiziki idman, həm qidalanma, müəyyən stres səviyyəsinin aşağı olması. Stres səviyyəsi birbaşa testosterona təsir eləmir. Sadəcə geri dönüş mexanizmı nəzərə alaraq müəyyən hormonlar problem törədir və nəticədə testosteron illər sonra düşə bilir. Çox ehtimal ki, sizin də qarşınıza çıxıb ki, məsələn, hansısa bir pasiyentimiz gəlir, ona testosteron analizi tövsiyə edirsiniz və deyək ki, analiz verdi, amma testosteron səviyyəsi həddindən artıq çox çıxdı. Və bəzi, belə deyim, cəmiyyətdə belə bir formalaşan fikir var ki, mənim testosteronum çoxdur və bu çox yaxşı bir şeydir. Testosteron səviyyəsinin həddindən artıq çox olması, müəyyən bir kvota var da, bu kvotanın aşması və yaxud da o rəqəmə yaxın olması hansı problemlərə yol aça bilər və bu hormon balansının pozulması kimi dəyərləndirilə bilərmi? Mənim bildiyim qədərilə bu testosteron səviyyəsinin çox olması qırmızı qan hüceyrələrinin artmasına, müəyyən aknelərə və yaxud da ürək-damar xəstəliklərinə yol açır. Siz bu barədə nə deyə bilərsiniz? Bəli, ilkin olaraq biz pasiyentdən soruşmalıyıq, əgər testosteron səviyyəsini analizdə yuxarı görsək, hansısa preparatlardan artıq istifadə eləyib ya yox. İndi əgər bu insan check-up keçəndə bizə söyləmədən testosteron yüksək olması gördük, mütləq soruşmalıyıq ki, hansısa ya birbaşa vasitələrdən, ya da kömək edici vasitələrdən istifadə eləyib ya yox. Ondan sonra digər xəstəliklər zamanı müəyyən istifadə olunan hormonlar da bu səviyyəyə dəyişiklik verə bilərlər. Ondan sonra mütləq testosteronu ifraz edən orqanları yoxlamalıyıq, xayalları, böyrək üstü vəzləri və geri dönüşlə beynində yerləşən hipofiz vəzini dəyərləndirməliyik. Düzdür, pasientlərdə siz demişkən, pasientlərdə belə yüksək testosteronu olan kişilərdə həm ürək problemləri, həm qanda müəyyən dəyişikliklər, həm dəridə yağlılıq, akne, səpkilər ola bilər, həm də saç tökülməsi baş verə bilər, onlar doğrudur. Bəs bu zaman, deyək ki, testosteron çoxdur. Bu zaman hansı üsullarla o hormon balansını qoruya bilərik, yəni hormonu balanslaşdıra bilərik? Əgər bu pasiyentdə heç bir dərmandan istifadə olunmayıbsa, digər orqanlarda fəaliyyəti normaldırsa, bunu xüsusi aşağı salmaq ehtiyac yoxdur. Ona görə ki, bu individual olaraq proseslər, inkişaf belə yetişibsə, onları xüsusi dərmanlarla aşağı salanda biz digər funksiyaları da azaltmış oluruq. Ancaq əgər pasiyent artıq kiçik testosteronla, aşağı testosteronla başladığı bir müalicəyə, əlbəttə ki, mütəmadi analiz verməlidir və əgər götürək testosteron efirlərdən pasiyent 2 həftədən bir istifadə eləyir və analizində testosteron normanın da yuxarı həddini aşıbsa, biz bunu keçirik 3 həftəyə. Təbii olaraq digər preparatlarda istifadə olunan daha təbii vasitələrdə bu da rol oynaya bilər. Onların dozasının hamısının kompleks korreksiyası yatmalıyıq.
Doktor, bu mövzuda son sualım olacaq ki, bəs testosteron səviyyəsinin bayaq dəstində vurğuladınız, amma onun haqqında biraz bir not keçək. Testosteron səviyyəsinin yaş ilə arasındakı əlaqə haqqında istəyərdim biraz danışaq və əlavə olaraq da testosteron səviyyəsinin aşağı olması hansı cinsi funksiyalara təsir edir? Məsələn, sərtləşmə problemi və yaxud da erkən boşalma kimi problemlərə yol aça bilərmi? Həm qadınlarda, həm kişilərdə müəyyən yaşda, mən bir araları söylədiyim kimi, 35-40 yaşdan həm cinsi hormonların funksiyası düşür, həm digər bədəndə olan fəaliyyətlər yavaş-yavaş indi ildə bir neçə faiz düşə bilər. Qadınlarda bu məsələ daha aydındır. Müəyyən sikllə bağlı pozuntular baş verir. Qadınlarda bu vəziyyət klimaks, menopauza adlandırılır. Kişilərdə də öz pauzası var, andropauzadır. Kişi sözündən əmələ gəlir, andro. Və o halda testosteron səviyyəsi başlayır düşməyə. Əlbəttə ki, müəyyən cinsi problemlər də yaradır. Erkən boşalma ilə birbaşa əlaqəsi yoxdur. Onu mən yanaşı təsir kimi həmişə izah edirəm. Əgər ereksiya tam uyğun deyil, artıq bu kişidə həm psixoloji stres yaşanılır və tez boşalma baş verə bilər. Ancaq əsas onun təsiri ereksiya olmuş olur. Həm libido düşür. Əlbəttə ki, testosteron səviyyəsi düşəndə kişinin həm fiziki, həm psixoloji sağlamlığında, vəziyyətdə azalmalar olur, həvəsi az olur, həm iş qabiliyyəti azalması baş verə bilər. Hər bir kişinin fəaliyyətində, cinsi həyatla bir yerdə problemlər baş verə bilər. Çox sağ olun, dəvətimi qəbul edərək gəldiyiniz üçün. Ümid edirəm ki, həqiqətən də hal-hazırda danışdığımız mövzular sırf androloji sayədə ölkənin aktual mövzularıdır. Ümid edirəm ki, insanlar da bu verilişə baxaraq öz ölçülərini götürərlər. Çox sağ olun, dəvət eləmişsiniz məni. Mən özüm həmişə tərəfdarı olmuşam ki, tibbi sahəsində təbliğat aparsın. Hər il bizim gənc pokoleniyamız çoxalır. İstər-istəməz müasir zamanda imkanlar çoxdur. Bilgi olmayan insanlar pis bir vəziyyətə düşə bilirlər. Həm digər həkimlər, həm digər mediadan təbliğat aparmaq lazımdır. Doğru məlumat vermək lazımdır. Əslində son zamanlar insanları, hətta yaşlı olan insanları çaşdıran informasiyalar çoxdur. Bunların mütləq yoxlanmış informasiyanı vermək lazımdır. Tibb elə sahədir ki, burada yalan məlumatlar, səhvlər olmamalıdır. Ona görə ki, hər səhvin dalınca insanın bir həyati problemlər durur. Çox sağ olun dəvətinizə görə. İnşallah davamlı uğurlu olsun sizin proyektiniz. Təşəkkür edirəm, çox sağ olun. Sağlıq Saatın bugünkü qonağı uroloq-androloq Cavid Aşurov oldu. Videonu bəyənməyi, fikirlərinizi şərh bölməsində bölüşməyi və kanala abunə olmağı unutmayın. Sağlıq Saatına baxırdınız. Burada hər saniyə sizin sağlamlığınız üçün işləyir.